Kəsə salam. Bugünkü mövzumuz alkanlar mövzusu olacaq. Başlayırıq birinci sualdan. Hansı karbohidrogenin xlorlu törəmələrinin sayı ən azdır? Deməli, metanın xlorlu törəmələrinin sayına gəlin baxaq. Metanın məsələn hansı törəmələri var? CH3 xlor var, CH2 xlor 2 var, daha sonra CH xlor 3 var, sonra C xlor 4 var. Yəni metanda 4 dənə hidrogen var. Bu 4 hidrogenin hamısı ola bilər ki, bir qismi, ola bilər ki, ikisi, üçü və yaxud da hamısı xlorla əvəz oluna bilər. Qısacası, alkanların xlorlu törəmələrinin sayı həmişə onların hidrogen sayına bərabərdir. Və bizdən də ən az sayda olanı istədiyinə görə biz burada metanı seçirik. Sonra yalnız alkanlardan ibarət olan sıranı seçməyimizi istəyir. Burada cavab C bəndə olacaq. Alkanlar deməli CN, H2N plus 2 deməli formuluna malik olan karbohidrogenlərdir. Sonra alkanlarda izomerlik homoloji sıranın hansı üzvündən başlanır? Butandan başlayır. Sonra təbii qazın əsas tərkibi deməli 88-95% CH4, yəni metandan ibarətdir. Bromlu suyu rəngsizləşdirməyən karbohidrogen, deməli alkanlar bromlu suyu rəngsizləşdirmirlər. B bəndi. Hansı maddənin 1 molunun normal şəraitdə tutduğu həcm 23,4 litrə bərabər deyil? Qazların 1 molu normal şəraitdə 22,4 litr həcm tutur. Və deməli, bizdən qaz olmayan maddəni istəyir, yəni A bəndi. C5H12 alkanların ilk maye nümayəndəsidir. Sonra 7-də nisbi molekul kütləsi 142 olan alkan molekulunun neçə karbon atomu var? Deməli, bizim CnH2-nin üstəgəlsin 2 formulumuz var. Deməli, burada gəlin onun üçün MR çıxardıq. Karbonun ayəri 12-dir bilirik. Yazırıq 12N üstəgəlinsin. Hidrogeninki isə 1-dir ayəri. 2N üstəgəl 2. Bu da elədir 14N üstəgəlinsin 2. Demək bizim MR düsturumuz budur. 14N üstəgəlinsin 2-ni bərabər edirəm 142-yə. 14N bərabərdir 140. N də bərabərdir 10-dur. Bizdən də nə istəyirdi? Karbon atom sayı 10. Molekulunda 9 karbon atomu olan alkanın nisbi molekul kütləsi bu dəfə də yəni tərsinə getməliyik. Nə edirik? 14 vurulsun 9 üstəgəlinsin 2. O da 128 edir. Sonra CnH2-nin üstəgəl 2 tərkibli karbohidrogenin 1 molunun tam yanmasına neçə mol oksigen sərf olunur? Gəlin baxaq. Deməli, ümumiyyətlə bu reaksiyalarda düsturları qəti şəkildə, əmsalları qətiyyən əzbərləməyə gərək yoxdur. Onu özümüz çıxardırıq. Deməli, CnH2-nin üstəgəl 2, üstəgəlinsin oksigen, mən bilmirəm neçə mol giribdir. Alınır buradan bütün üzvü maddələr yandıqda istisnasız olaraq karbon qazı və su alınır. Deməli, baxırıq indi burada elementlərin kütlə nisbətlərinə, saylarına. İstisnasız olaraq biz kütlələrin təsiri qanunundan, həcmi nisbətləri qanunundan və kimyanın digər qanunlarından istifadə etməliyik. Deməli, bizim N dənə karbonumuz var. Düzdürmü? Onda məhsulda da N dənə karbonum olmalıdır. Ona görə mən bura N atmalıyam. Sonra baxıram hidrogenimə. Bu tərəfdə 2N üstəgəl 2 sayda hidrogenim var. Bu tərəfdə isə indeksimdə 2 var. Nə etməliyəm? Bura N üstəgəlinsin 1 yazsam, eləyəcək 2N üstəgəl 2. Mənə qaldı bir dənə oksigen üçün tapmaq. Demək, baxım görməliyəm məhsulda nə qədər oksigenim var. 2N bu tərəfdədir, burada isə N üstəgəl 1-dir. Yəni, cəmi 3N üstəgəl 1 sayda oksigenim var. Amma burada indeksimdə 2 var. Ona görə də tapdığım ədədi mən götürüb 2-yə bölüm ki, indeksinə vuranda 3N üstəgəl 1-i ala bilim. Cavabım yəni B bəndi olacaq. Sonra keçdim 9-a. Deyir ki, daha doğrusu 10-a. Butan və oksigen tam yanma reaksiyasında hansı mol nisbətində reaksiyaya daxil olurlar? Deməli, biz bilirik ki, nisbət həmişə tam ədədlərlə ifadə olunmalıdır. Ona görə də gəlin elə bu düsturdan istifadə edək. Demək, bizdən nə istəyir? Oksigeni istəyir. Oksigeni gəlin tapaq. 3 vurulsun. Butanda karbon atom sayı 4-dür. Üstəgəl 1 bölü 2. Bu elədir 6,5.
Amma mən də bilirəm ki, nisbət tam ədədlə ifadə olunmalıdır. Onda neyiniyim? 2-yə vurum. Onda deməli 2-nin 13-ə nisbəti şəklində olacaq B bəndi. Sonra davam edək. Hansı karbohidrogenin 2 molu tam yandıqda bu qədər karbon qazı alınır? Gəlin yazaq. 89,6 aşağısına nə yazmalıyam? Karbon qazının deməli mol sayı N vurulsun 22,4 bərabərdir. Mənə verib 2 mol. Molun altında həmişə nə yazırıq? 1. Demək, ixtisarlarımı apardım və buradan alacağım ki, 2N bərabərdir 4, N də bərabərdir 2. Daha sonra baxırıq, deməli 12-ci sualımıza. Deyir ki, 0,2 molunun tam yanmasından bu qədər H2 alınan alkanı tapın. Aha, deməli 0,2 mol bizə veribdir. Aşağısına nə yazırıq? Yazırıq 1. Bərabərdir. 1,2 aşağısına. Suyun mol sayı nəyə bərabərdir? N üstə gəlinsin 1-ə bərabərdir. Və buradan da ixtisarlarımı apardığım zaman alacağım ki, N üstə gəlinsin 1 bərabərdir 6-dır. Onda N də bərabərdir 5-dir. Yəni 5 karbonu olan alkan lazımdır mənə Y bəndi. Daha sonra gəldim 13-ə. Nə deyir? Ümumiyyətlə bu reaksiya CH3CO natrium üstə gəlsin natrium OH. Bu alkanlarda alınma reaksiyasıdır. Yəni karbon turşusunun natrium duzuna, kalium duzuna qənəvi məhlulu ilə təsir etməklə biz müvafiq alkanları alırıq. Demək, buradan alacağım deməli CH4 üstə gəlinsin natrium karbonat. Aha. Mənə veribdir 16,4 qram və bu 1-in 1-ə nisbətində gedəcək. 16,4 aşağısında 82. Deyir ki, buradan alınan metanın tam yanmasına. Deməli bu 2 mərhələli reaksiyadır. Əvvəlcə mən buradan metanın mol sayını tapım. Həmişə çalışın mol sayı ilə işləyin. Onda daha rahat tapmaq olur. Mol kiçik ədədlərlə ifadə olunduğu üçün daha rahatdır. Tapaq görək nə burada nə qədər mol bizə metan lazımdır. Aşağısına yazıram 1. Demək, bununla bunu ixtisar aparanda burada alıram 0,2. Demək, mənim 0,2 mol metanım varmış. Və bunun yanmasına neçə litr oksigen sərf olunur? Demək, metanın yanmasına 2 mol oksigen sərf olunur. Və buradan alınır CO2 üstə gəlinsin 2 mol su. Aha. Və gəlin tapaq görək 0,2 mol metanın tam yanmasına neçə litr oksigen lazımdır. Aha, bilmirəm, yazıram X, aşağısına da yazıram 2 vurulsun 22,4. Demək, ixtisarlarımı aparıram və buradan da cavabı tapıram ki, mənim cavabım 8,96 imiş. Sonra gəldik 14-cü suala. Deməli, 14-cü sual bir çox abituriyentin çaşdırdığı bir sualdır. Şaxəli quruluş nədir? Ümumiyyətlə, baxın, zəncirin quruluşu dümdüz də ola bilər. Belə də ola bilər, fərqi yoxdur. Amma önəmli olan odur ki, bir istiqamətdə gedə biləsən. İndi baxın, üstündə göstərəcəm. Baxın, burada bu istiqamətdə zənciri qura bilərəm. Burada heç bir şaxə yoxdur. Şaxə odur ki, kənarda radikal qalsın. Amma baxın, məsələn, ikincidə göstərəcəm sizə. Belə gedə bilərəm. Belə gedə bilərəm və yaxud da bu tərəfə gedə bilərəm. Fərqi yoxdur. İstənilən halda burada bir radikal kənarda qalmalıdır. Demək, bu nədir? Şaxəli quruluşludur. Sonra baxın, burada bu şəkildə gedə bilərəm. Sonra burada bu şəkildə gedə bilərəm. Burada mı? Radikalım belə artıq da kənarda, zəncirdən qıraqda qalacaq. Demək, bu şaxəli quruluşu göstərir B bəndi. 15-də isə bizdən şaxəsiz quruluşlu alkanlar istəyir. Aha, gəlin birinciyə baxaq. Baxın, burada kənarda qalan radikal yoxdur. Burada da bu kənarda qaldı. Mənə o lazım deyil. Cavabım 1-dir. Burada yenə var. Amma burada baxın yoxdur. 1-4. Sonra nisbi molekul kütləsi 72 olan alkan molekulunda neçə karbon atomu var? Demək, 14-dən üstə gəl 2 aldıq bayaq. Bərabərdir 72-yə. İndi buradan bərabərdir 5. Karbon atomunu soruşurdu 5. Birləşmənin molekulunda olan birli karbon atomunun sayını istəyir. Birli karbon atomu nədir? Birli karbon atomu bir ədəd karbonla birləşən atomlara deyilir. Baxın, burada baxırıq görək hansı bir dənəsi ilə birləşib. CH3, buradakı CH3, bu, daha sonra bu və bu. Bizdən bunların sayını istəyir. Sayaq 1, 2, 3, 4, 5, 6 dənə demək.
Daha sonra bizdən nə istəyir? Metilin qrupları. Metilin ümumiyyətlə CH2 qrupuna deyilir və CH2 mən də burada görürəm ki, cəmi bircə dənədir. O da Y bəndindədir. Sonra gəldim 19-a. Metil qruplarının sayı. Metil qrupu CH3-lərə deyilir və CH3-lərin sayını istəyir. 1, 2, 3, 4, 5, 6 dənə mənim metil qrupum var. Daha sonra baxıram 20-yə. Pentandan 2 metil butanın alınması. Aha, gəlin birinci pentanı yazaq, baxaq. Demək, pentanın formulu C5H12 şəklindədir və açıq formada yazıram. Deməli, bu bizim normal pentanımızdır. İndi isə deyir 2 metil butanı çək. Aha, gəlin baxaq. 2 metil butan. Həmişə çalışaq ki, birinci karbonları düzək, ən axırda hidrogenləri tamamlayarıq. Baxın, burada 5 dənə karbon var. Burada da 5 dənə karbon var. Deməli, bunlar nədir? Bir-birlərinin izomerləridir. Demək, bu prosesdə izomerləşmə prosesidir. Daha sonra gəldik, deməli, 21-ci suala. Pentandan penten 1-in alınması. Penten nədir? Alken. Pentan da bilirik ki, alkandır. Alkandan alkenin alınması, deməli, bu dehidrogenləşmə reaksiyasıdır. Deməli, alkanların formulu CnH2n plus 2-dir. Alkenlərdə isə CnH2n-dir. Baxın, burada 2 dənə hidrogen qədər alken molekulunda əskiklik var. Yəni, dehidrogenləşmə gedir. Daha sonra 22. Bromlu suyu rəngsizləşdirməyən karbohidrogen alkan. Bizə alkan lazımdır, C bəndi. Vüs reaksiyasının sxemi. Vüs reaksiyası nədir? Vüs reaksiyası monohalogenli alkana natrium və ya kalium metalı ilə təsir etməklə karbon zəncirinin uzanması reaksiyasıdır. Sonra, baxın, elə 24-də də həmin tərfi deyir. Deyir, əsas zəncirdə karbon atomlarının sayı artır. Yəni, bizdən vüs reaksiyasını istəyir, D bəndi. Sonra, yenə də burada vüs reaksiyasını axtarırıq. Vüs reaksiyası burada D bəndi. Sonra vüs reaksiyası üçün nə doğrudur? Bütün alkanları almaq olar? Xeyr. Məsələn, metanı biz vüs reaksiyasından ala bilmirik. Karbonun oksidləşmə dərəcəsi dəyişir. Bəli, birləşmə reaksiyasıdır. Ola bilər. Karbon zənciri uzanmır? Xeyr. Yalnız qaz halında olan alkanlar alınır? Xeyr, bu doğru deyil. Demək, burada bizim doğru cavabımız karbonun oksidləşmə dərəcəsi dəyişir olacaq. Birləşmə reaksiyası yox, vüs reaksiyası əslində əvəzetmə reaksiyasıdır. Sonra 10 litr karbon dioksid almaq üçün neçə litr etanı yandırmaq lazımdır? Deməli, əvvəlcə gəlin etanı yandıraq. C2H6 üstə gəlilsin oksigen. Alıram buradan CO2 üstə gəlilsin H2O. Deməli, bura ataq 2, bura ataq 2, daha doğrusu 3. Görürəm ki, bu vəziyyətdə, deməli, mənim oksigen sayım düz gəlmədi. Ona görə nə etməliyəm? Əmsalları 2 dəfə artıra bilərəm. 2 bura atsam, 4 bura atsam, bura 6 atsam, burada bir dənə, deməli, nə ataq? 5 ataq da. 5, yox. Burada bir dənə, neçə ataq? 7 ataq. 7 atsam, indi düzdür. 10 litr karbon dioksid almaq istəyirəmsə, neçə litr etanı yandırmalıyım? Bunun qısa yol kimi gəlin tapmağa çalışaq. Baxın, 10 litr karbon dioksid. Karbon dioksidin əmsalı 4-dür. Deməli, 4 litr, daha doğrusu 4 mol 10 litr uyğun gəlirsə, bunun əmsalı neçədir? 2-dir. 2-yə də x-dir. X litr. Buradan da cavabı tapırıq 5 litr. Sonra gəldik 28-ə. Çox təəssüf ki, 28-ci sual tam görünmədiyinə görə bu sualı atlamalı oluram. Əgər istəsəniz şərhlərdə qeyd edərsiniz həmin sualı, orada izah edərik. Sonra 29-a baxaq. Hansı reaksiya doğru deyil? Burada doğru olmayan B bəndidir. CH4 üstə gəlilsin H2O reaksiyasından alınır, deməli, CO üstə gəlilsin H2. Sonra molekulunda en sayda karbon atomu olan 5 mol alkanın tam yanmasından neçə mol su alınır? Deməli, normalda en sayda karbon atomu olan alkanın tam yanmasından biz alırıq en üstə gəlilsin 1 mol su. Amma mənə deyir 5 mol götür. 5 mol götürürəmsə onda
5 vurulsun n üstə gəlsin 1. Yəni 5 n üstə gəl 5 alacam. 2 mol heksan tam yandıqda neçə mol su alınar? Aha. 2-ni nəzərə alıram. N üstə gəlinsin 1 olduğunu bilirəm və heksanın deməli n-i 6-dır. 6 üstə gəlinsin 1. O da olacaq 14. 2 mol oktan tam yandıqda neçə mol karbon dioksid alınır? Deməli, oktanın formulu C8H18-dir. Deməli, 1 molu yandıqda 8 mol karbon dioksid alınır, 2 molundansa 16 mol alınacaq. Sonra 33-də 2,5 dimetil heksen almaq üçün hansı birləşməyə natriumla təsir etmək lazımdır? Deməli, bu alkenlər mövzusuna aid olan bir sualdır. Daha doğrusu üzr istəyirəm, bu heksanı soruşur. Hə. Demək alkan istəyirmiş. Gəlin deməli yazaq dediyi formulu 2,5 dimetil heksan. Aha. Deməli, baxın, alkanları bu tip formulda alkanlar veribsə, burada eləməli olduğunuz ilk şey nədir? Deməli, molekulu əvvəlcə 2 yerə bölürük. 2 yerə böldüm. Baxın, ürs reaksiyası nədir? Ürs reaksiyası deməli monohalogenli alkana natrium və ya kalium metalinə təsir etməkdə karbon zəncirinin uzanmasıdır. Əgər biz eyni növ monohalogenli alkan götürsək, onda onun cüzgəçsini almış olarıq. Və deməli mən bu hissəyə məsələn bir dənə xlor və ya brom əlavə etsəm, mən deməli bunun alındığı maddəni tapmış oluram. Yəni CH3CH CH2 xlor, burada da CH3. Yəni 2,5 dimetil heksan bu maddədən alınıbdır. Bunu tapmış oluram. Yəni ən qısa yol molekulu ortadan 2-yə bölüb həmin yerə bir dənə xlor birləşdirməkdir. Ən qısa yolumuz budur. Aha, variantlarda da görürəm ki, A bəndidir. Daha sonra baxıram 34-də. Hər hansı bir karbohidrogendir, biz bilmirik. Deməli, tam yanma məhsulu olaraq 4 mol karbon qazı verilibdir. Deməli, onda içində nə qədər karbon var? 4 dənə. Və 5 mol da H2O verilibdir. Demək, 10 dənə də hidrogeni var və formulu tapdıq. Sonra 1 mol CH4 üçün nə doğrudur? Deməli, 1 molunda altdan %2 vurulsun, 10 üstü 23 sayda molekul var. Demək, A variantını yalan deyir. 6 qram karbon, 2 qram hidrogen var. Xeyr, 12 qram karbon və 4 qram hidrogen var. Normal şəraitdə 22,4 litr həcm tutur. Bəli, bunu düz deyir. Deməli, metan qazdır və qazlar normal şəraitdə 22,4 litr həcm saxlayır. Sonra CH4 və CH8 hansı mol nisbətində olduqda onlarda olan hidrogen atomlarının sayı bərabər olar. Deməli, bu adi çox sadə bir riyaziyyat məsələsi kimi düşünə bilərik bunu. Demək, CH4-ün 4 dənə hidrogeni var və CH8-in də 8 dənə. Mən əgər metandan 2 dənə götürsəm, burada da 8 oldu, burada da 8 oldu. 2-nin 1-ə nisbət. Şaxəsiz quruluşlu C5H12 maddəsini adlandırın. Şaxəsizdirsə əgər bu N-pentan və ya normal pentandır. Karbohidrogen molekulunun ümumi formulu bu formuldur. N bərabərdir 5-dirsə demək bu C5H12-dir. Propanın formulu CH8. Hansı sinif maddələri yalnız karbon və hidrogendən ibarətdir? Alkanlar. Hansı alkanın izomeri yoxdur? Deməli, metan, etan, propanın izomeri yoxdur. Sonra, hansı karbohidrogenin izomeri var? Artıq butandan başlayaraq alkanların izomeri var. Sonra CH6 üstəgəl 7 oksigen. Buradan alınan maddə nə istəyir? Deməli, uşaqlar, buradan alınan maddə H2O-dur. Və yaxud da biz bunu ilk anlayışdan, kimyanın ilk anlayışlarından qalan bilgilərimizlə də tapa bilərik. Necə? Yəni, baxın, məsələn, buradan 2 mol C2 var. Demək, bu tərəfdə də 4 mol karbon var. Deməli, mənim maddəmdə karbon yoxdur deməli. Y-nin D-ni çıxdım. Sonra baxıram oksigen sayıma. Oksigen sayım bu tərəfdə 14-dür. Bu tərəfdə isə neçədir? 8-dir. Mən elə eləməliyəm ki, baxın, burada da 6-dır mol sayım. Elə eləməliyəm ki, mənim maddəmdə bircə dənə olsun deməli oksigenim. Demək, A bəndi də deyil, C bəndi də deyil. Qalır B bəndi. Sonra birli alkil radikalını istəyir məndən.
Əgər sizə əzbərləmək çətindirsə, bunu anlamağın qısa bir yolu var. Baxaq. Deməli, baxın, bu isə bu. Bu, deməli, radikallığı göstərən işarədir. Radikal nədir ümumiyyətlə? Radikal bir hidrogenini itirmiş, deməli, karbohidrogenə radikal deyilir. Və alkanlar bir hidrogen itirəndə adlanır bu alkil radikalı. Alkil radikalı deməli, birini, ikini və üçlü olmaqla üç yerə bölünür. Birinci alkil radikalı odur ki, baxın, bu boş tərəf, boş rabitə olan karbon. Baxın, bu karbondan söhbət gedir. Neçə dənə karbonla birləşibsə, baxın, bircə dənəsi ilə birləşib. Demək, bu birinidir. Sonra baxıram bura. Bu, deməli, karbon, neçə dənə karbonla birləşib? 1, 2, 3 dənə. Demək, bu üçlüdür. Sonra baxıram bu tərəfə. Demək, bu karbon 1, 2 dənəsi ilə birləşib. Demək, bu ikilidir. Sonra bu karbon bir dənə karbonla birləşibsə, demək bu birlidir. Demək, burada mənim cavabım 1 ilə 2 olmuş olacaq. Eyni qayda ilə gəlin 45-ə də baxaq. Demək, bu neçə dənə karbonla birləşibdir? 2 dənə. Onda demək bu ikilidir. Sonra bu üçlüdür. Sonra baxaq buna. Bu ikilidir. Sonra bu birlidir. Bizdən nə istəyir? Bizdən ikililəri istəyir. Birinci ilə üçüncü olacaq. B bəndi. Demək, bizim növbəti sualımız 46. Alkanlardan katalizator iştirakı ilə alkenlərin alınması reaksiyası dehidrogenləşmə adlanır. Deməli, sonra 47-yə baxaq. Molekulunda karbon-karbon arası sigma rabitələrin sayı birində 2-dir, birində isə 4-dür. Ümumiyyətlə, alkanlarda karbon-karbon arası sigma rabitə sayı n çıxılsın 1-dir. Baxın, bunu necə yadda saxlayırıq? Tutaq ki, məsələn, bir dənə propan molekulunu yazaq. Gəlin, baxaq. CH3, CH2, CH3. Deməli, baxın, 1, 2 dənə. Bunlar əslində karbonla karbon arası rabitələrdir. Gəlin, sübut edək. Deməli, karbon açıq şəkildə, tam açıq şəkildə yazaq. Bu tərəfdə karbon, hidrogen, hidrogen, karbon, hidrogen, burada hidrogen və burada da hidrogen. Gəlin, bir-bir baxaq rabitələr. Deməli, burada karbonla karbon arası, karbonla karbon arası. Cəmi 2 dənə varımdır. Amma yerdə qalanlar artıq karbonla hidrogen arasındadır. Bizdən isə karbon və karbon arasında olanları istəyir. Aha. Deməli, n çıxılsın 1 bizim ümumi düsturumuzdur. Düsturları nə edirik? Əzbərləmirik, özümüz çıxartmağı öyrənirik. Deməli, əgər ki, karbon-karbon arası sigma rabitə sayı 2-dirsə, demək, onun 3 dənə karbonu var. Daha sonra, əgər 4-dürsə, demək, 5 dənə karbonu var. Cavab B. Sonra, molekulunda 22 hidrogen atomu olan alkanın nisbi molekul kütləsini istəyir. Deməli, 2n üstəgəl 2 hissəsi 22-yə bərabərdir. Məndən də 14-ün üstəgəlsin 2-ni hesablamağımı istəyir. Gəlin, buradan tapaq ki, n bərabərdir 10-dur və burada yerinə qoyanda alacaq cavabı 142. Sonra, Vüs reaksiyası ilə almaq olmaz deyir. Yeganə, deməli, CH4 metandır ki, onu biz Vüs reaksiyası vasitəsilə ala bilmirik. Sonra, hansı sinifə aid maddələr hidrogen birləşdirmir? Yadımızda saxlayaq ki, alkanlar heç vaxt birləşmə reaksiyasına daxil olmurlar. Çünki onlar karbohidrogenlərin doymur, alifatik, açıq zəncirli birləşmələridir. Yəni, heç vaxt onlar birləşmirlər. Hansı sinif maddələr H-xloru birləşdirmir? Yenə də alkanlar. Hansı maddə H2 birləşdirmir? Etan. Hansı maddə bu formula uyğun deyil? Gəlin tapaq. Deməli, A bəndi. Sonra gəldik 54-ə. 54 uşaqların çox vaxt çətinlik çəkdiyi reaksiyadır. Daha doğrusu sualdır. Gəlin baxaq. Deməli, baxın, bu Vüs reaksiyasıdır. Vüs reaksiyası necə gedir? Burada, deməli, 3 ehtimal var. Birinci ehtimal nədir? R1, CH2, brom verilib, düzdürmü? Demək, birinci ehtimalda R1, CH2 broma, deməli, biz onun güzgü əksini birləşdiririk. Və bu alınan maddənin alınma ehtimalı 25%-dir. Sonra, ikinci ehtimalım R2, CH, brom, CH3. Buna
Deməli, güzgü əksinin birləşmə ehtimalı da yenə də neçə faizdir? 25 faizdir. Üçüncü ehtimalımız isə R1 CH2-yə CH, CH3, R2-nin birləşmə ehtimalıdır. Bu isə 50 faizdir. Yəni burada bu 3 formula uyğun olan birləşmələr alacağıq. Aha, və bizə deyir ki, hansı alkan buradan alına bilməz. Gəlin A bəndinə baxaq. A bəndi, baxaq görək elə bu 3 dənə biz birləşmə aldıq, hansına uyğun gəlir. Baxın, A bəndində bu ikinci birləşməmiz var. Baxın, buna təsir burada deməli R2-ləri əvəz etsək, asanlıqla biz onu ala bilərik. Məsələn, R2-nin yerinə gətirib CH2-CH3 qoysaq, A bəndini ala bilərik. Məndən isə nəyi soruşur? Alına bilməzi soruşur. Sonra məsələn B bəndi baxın 3-cü birləşməyə bənzəyir. Orada R1, R2 radikallarını əvəz etsək ala bilərəm. Sonra C bəndi birinciyə bənzəyir. R1-ləri deməli izopropillə əvəz edib ala bilərəm. D bəndi də həmçinin yenə birinciyə bənzəyir. Orada da R1-ləri CH3 ilə əvəz edə bilərəm. Amma Y bəndi baxın heç birinə bənzəmir. Heç birini deməli mən ala bilmərəm bu üsulla. Aha, deməli gəldik 55-ə. 55. Karbohidrogenin ümumi formulunu veribdir və hidrogenlə karbonun kütlə nisbətlərini veribdir. Gəlin dediyini yazaq. Deməli, deyir ki, hidrogenin kütlə nisbəti. Aha, hidrogenin ayrı 1-dir. Okey. Yazıq 2-nin üstə gəl 2. Aşağısına nə yazırıq? Aşağısına yazırıq 12n. Bərabərdir. Deməli, 2 bölünsün 9 nisbətində. Aha, gələk indi tənasüb edək. 18-in üstə gəl 18 bərabərdir 24n-ə. 6n bərabərdir 18, n də bərabərdir 3 aldıq. Və bizdən nə istəyirdi? Elə n istəyirdi. Sonra, hansı radikalların birləşməsindən əmələ gələn alkanın monoxlorlu törəmələrinin sayı eynidir? Bu da deməli, abituriyentlərin çətinlik çəkdiyi suallardan biridir. Gəlin diqqətlə baxaq. Demək, birincidə A ilə C-ni deyir, birləşdir. Aha, gəlin birləşdirək. Deməli, C-ni yazaq əvvəlcə rahat olsun. Gəlin birinci tapaq görək elə monoxlorlu törəmə sayı neçədir bunun. Baxın, burada məsələn CH3 hissəsindən bir dənə hidrogen qopardıb yerinə xlor birləşdirə bilərəm. Bunun adı olacaq 1 xlor, 2 metil propan. Bu oldu mənim birinci halım. Sonra nə edə bilərəm? Bu hissəni sabit saxlayaram öz yerində. Mən hidrogeni buradan qopardıb yerinə gətirib xlor birləşdirə bilərəm. Buna da ixtiyarım var. Onda nə olacaq? 2 xlor, 2 metil propan almış olacam. Sonra nə edə bilərəm? Sonra məsələn götürüb buradakı CH3 silib yerinə xlor yazsam nə baş verəcək? Deməli bu zamanda xlor yaxın tərəfdən nömrələndiyi üçün yenə alacam 1 xlor, 2 metil propan. Demək eyni şeyi aldım. Demək bir fərq olmadı. Yaxşı. Bunu da çıxdım aradan. Bəs buradakı CH3-ü əvəz eləsəm yenə eyni şey alacam. Alacam 1 xlor, 2 metil propan. Deməli birincidə 2 dənə monoxlorlu tərəmə almış oldum. Sonra davam edirəm. İndi isə deyir A ilə B-ni birləşdir. Gəlin baxaq. Deməli, A ilə B-ni gəlin birləşdirək. Alacağıq ki, biz burada normal butan. Əvvəlcə deməli, buradakı məsələn hidrogen birini silib yerinə məsələn qoyuram xlor. Aldım buradan 1 xlor butan. Sonra, məsələn, buradan yox, məsələn, gətirib bura birləşdirə bilərəm. 2 xlor butan. Sonra nə edə bilərəm? Əgər bura gətirib birləşdirsəm, yenə xlor yaxın olan tərəfdən nömrələndiyi üçün olacaq yenə 2 xlor butan. Deməli, mənim cəmi 2 dənə monoxlorlu tərəməm olmuş oldu. Sonra bir də gəlirəm 3-cüyə. Deyir, B ilə D-ni birləşdir. Gəlin birləşdirək. CH5-i açıq formada yazacam. CH3, CH2. Aldım normal pentan. Demək, yenə bir dənəsini məsələn bura əlavə eləsəm 1 xlor pentan.
Sonra məsələn buradan silib gətirib bura əlavə edə bilərəm. 2 xlorpentan olacaq. Sonra nə edə bilərəm? Sonra məsələn gətirim, tutaq ki, bura birləşdirim. Nə olacaq? 3 xlorpentan olacaq. Demək, bunun 3 dənə monohalogenli törəməsi olmuş olacaq. Buradan artıq sonuncuya düşünürəm ki, baxmağa ehtiyac yoxdur. Amma yenə də məsələn baxsaq, orada görəcəyik ki, bizim alınır buradan normal propanımız CH3, CH2, CH3 və məsələn yenə də birini buradan əvəzləsəm 1 xlor propan və daha sonra buradan əvəzləsəm də 2 xlor propan almış oluram. Və bu da o deməkdir ki, mən 2 dənə monohalogenli törəmə alıram. Yəni 1, 2, 4 mənim doğru cavabımdır. Sonra gəldik 57-ci suala. Hər bir reaksiyaya 1 mol metan daxil olarsa, X, Y və Z arasındakı münasibəti istəyir. Gəlin reaksiyalara bir-bir baxaq. Deməli, CH4-dən 1500 dərəcədə Z mol hidrogenin alınması. Deməli, CH4 1500 dərəcədə alınır buradan asetilin və hidrogen. Gəlin birinci əmsallaşdıraq. 2 mol bura atdım. Daha sonra isə 3 mol da bura atdım. Və mənə deyir ki, 1 mol metan daxil olsun. 2 mol metandan əgər 3 mol hidrogen alıramsa, deməli 1 molundan da 1,5 alacağam. Yəni Z-in 1,5-dir. Daha sonra baxıram Y-dən olanı. CH4 üstəgənilsin H2O. Alınır buradan. CO üstəgənilsin H2. Deməli, onda H4 dənədir. H2O bu tərəfdədir. Deməli, mənim onda 3 mol hidrogenim alınır. Yəni, onda Y-im 3 olacaq. Sonra, bir də qaldı məndə X. Gəlin X-ə də baxaq. Deməli, CH4 1000 dərəcə Celsidə, deməli, 1000 dərəcə Celsidə buradan CH4-dən alınacaq karbon üstəgənilsin hidrogen. O da necə 2 mol. İndi mən Y-i tapdım, Z-i tapdım, X-i də tapdım. X-im də oldu 2. Nə istəyir? Bizdən doğru münasibəti istəyir. Demək, ən böyük oldu Y, ondan sonra oldu X, ondan sonra isə oldu Z. Cavabım Y bəndi. Sonra nə deyir? 58-də. Molekulunda 7 karbon atomu var. Olsun. Demək, burada bir dənə dörtlü var. Demək, nə edirik? Əvvəlcə bizə dediyi karbonu qururuq, amma hələ hidrogeni qoymağa tələsmirik. Sonra deyir ki, bir dənə üçlü var. Gəlin bir dənə üçlü düzəltməyə çalışaq. Sonra ikili yoxdur və 5 dənə də birli var. İndi baxaq görək düz qoyduqmu? 1, 2, 3, 4, 5. Bəli. İndi bu X-i deyir, beynəlxalq nomenklatura ilə adlandırın. Gəlin adlandıraq. Əvvəlcə nə edirik? Ən uzun zənciri seçirəm. Seçdim. Neçə dənə karbon atomu oldu? 4 dənə. 4 dənə karbon atomu olana deyirik biz butan. İndi baxaq, nömrələyək. 1, 2, 3, 4. Olacaq 2, 2 və daha sonra isə 3, trimetil, butan, yebəndi. Sonra hansı alkil xloridə natriumla təsir etdikdə hidrogenə görə nisbi sıxlığı 29 olan alkan alınır. Hidrogenə görə nisbi sıxlıq o deməkdir ki, həmin deməli alkanın sıxlığını 2-yə böləndə, yəni hidrogen qazının emirinə böləndə 29 alınıbdır. Demək, əgər 29-a böləndə 2 alınırsa, həminkinin də deməli emiri olacaq neçə? 58. 58-i mən bərabər edirəm 14-ün üstəgəl 2-yə. Eni tapıram ki, 4. Deməli, mənim almalı olduğum alkanda 4 dənə karbon olmalıdır. Və alkil xlorid. Alkil xlorid də o deməkdir ki, onun natriumla təsir etmək bu Vüs reaksiyasıdır. Vüs reaksiyası da necə gedirdi? Deməli, biz hər hansısa sayda CnH2-nin üstəgənilsin 1 xlor götürürəm və ona natrium metalı ilə təsir etdikdə alıram ki, CnH2-nin üstəgənilsin 1, o özünə nə ilə birləşir? Onun öz güzgü əksi ilə birləşir. Yəni, qısa yol kimi sizə bunu başa salım ki, əgər mən 4 karbonlu alkan almalıyamsa, 2 karbonlu, deməli, mən nə götürməliyəm? Hidrogen, daha doğrusu, xlorlu törəmə götürməliyəm.
İndi isə baxaq 60-a. Metanın termiki parçalanmasından 0,5 mol asetilin alınıbdır. Aha. Demək 1500 dərəcə Selsidə metandan alıram asetilin. CH2 üstəgəlsin H2. Demək bura atdım 2. İndi isə nə etməliyəm? Burada 3 atmalıyam. Deməli 0,5 mol asetilin alınıbdır. Okey, yazaq 0,5. Aşağısına yazdım 1. Bərabərdir. Neçə litr hidrogen alınıbdır? X. Aşağısında da 23,4 vurulsun 3 yazıram. Deməli, burada da yenə ixtisarlarımı aparacağım və cavabı da alacağım 33,6.